Əlamətlərindən belə görünür ki, Mikhailo özüdür. Meyxana sahibi də bunu təsdiq edə bilər. Mikhailo, əlamətlər. Bu əlamətlərə görə 3 Mikhailo asmışıq, ikisini də güllələmişik. Qocanı çağırın. Salam, Mikhailo. Gerek ki sen deyirdin, bunu tanıyırsan. Oo, görürüm ki, müharibə bu uca dağlara belə gəlib çatıbdır. Bağışlayın, müsyo, bəzilər deyirdi ki... Kes sesini! Sözüm yoxdur, müsyo. Hey koca! Bunu tanıyırsan, adı nedir? Yox, bilmirəm. Səhv eləmişəm. Yine de kötü değil. Müsyo, Yeşildeki nedir? rəng fırça palitra. Demek ressamsan. Bəli, rəssamam. Adın, Auguste. familyen Renoir, öyle mi? Yox, müsyo. Auguste Kraus. Renoir isə məşhur fransız impresyonistidir. Ha, bunu da bilirsen. Müsyo. Çok acayip. Demek Auguste... Kraus. Auguste Kraus. Kraus. Benim portretimi çekersen, Ah, müsyo. şekil hoşuma gelmese, cülleleneceksen, İşdir xoşunuza gəlsə, müsyo. bu ressamlar niye hayasız olur Kraus? Kasıb adamam, müsyo. Belə portret yaratmaq asan deyil. Müharibə hamını bir təhər eləyir. Pardon? Maraklanan kimdir? Heç kəs portretlə maraklanmır. Le pas de lezel, müsyo. Le pas de lezel? O. Paris... Paris... Tu es parisien Kraus? Oui, müsyo. Mən Parisdə anadan olmuşam, Saint-Germain'də. Atam Almandır, müsyo. Anam Fransız. Hər ikisi rəhmətə gedir, müsyo. Tupas, müsyo. Müsyo, portretiniz hazırdır. Doğrusu gözlemezdim. Məncə pis çıxmayıb, müsyo. Ancaq bilmirəm, portretinizdə... ləyaqət, hakimiyyət, aristokratlıq və qəddarlıq verə bilmişəm. Ha? Gaddarlığımı ne de görürsen? Xəsislikdə. Çəkdiyim portretin pulunu vermək istəmirsiniz, müsyo? Deleduz. Yaxşı Kraus. Ressam olmağına ressamsan. Ancak Mikhail olmadığını yakın bilmirəm. Müsyo. Siz necə bilirsiniz, Cenab Karanti? Bence sizi nahaq çağırmamışam. Nə olub ki? Tanımadınız? Əcəb oxşuyur. Əhsən, lap özünüzsünüz. Elə bil canlıdır. Bunu kim çəkib? Mikhailo. Bu nə zarafatdır, cənab Şulz. Siz ki, Mikhailonun meydini özünüz gördünüz. Cənab mayor, General Gulbach sizi rasyada çağırır. Mayor Schultz eşdir. Mayor Schultz eşdir. Deməli, vurduğum bıçaqdan ölməmsiniz. Bu dəfə ölümdən qurtarmayacaqsınız. İndi mənim əlimdəsiniz. Yox, siz mənim əlimdəsiniz, Karanti. Siz məni bir dəfə faşistlərə satıb əvəzində çoxlu pul almışsınız. Çox məzəli işdir. Qarşınızdakının Mikhail olduğunu danmağa məcbursunuz. Deyərəm ki, başqa bir qorxunç partizansız. Fərqi nə? Onsuz da asılacaqsınız. Mikhail olduğumu bildirib bu adla ölərəm. Nə olsun, axırı ki ölümdür. Yox, fərqi çoxdur. Əvvəla mən öz yadla, yox, öz adımla ölərəm. İkincisi, faşistlər Mikhail olduğumu öyrənib onları aldatdığınızı bilərlər. Bu sizə ucuz oturmaz. Yaman tələ qurmusunuz. Qulaq asın Mikhailo. İkimiz də kəşfiyyatçıyıq.
Bizə nə dəxli? Kim kimin qanını axıdır? Arxamca, biz təsirli şəhərə qayıtmalıyıq. Sizi ələ vermərəm. Bir yerdə gedəcəyik cənab Karanti. Qorxuram ki, Mikhailo sağ ola. Monsieur, Partire üçün təşəkkür, Monsieur Kraus. monsieur, mənim pulumu vermədiniz. Bu əbləhi bırakın, o doğrudan da rəssamdır. Monsieur,